O ki yanan evin ortasında oturub yoga ilə məşğuldur, dincliyi olmayan dəlidir. Tarixi haqla batil savaşının ortasında bir küncdə oturan və heç kimlə əlaqəsi olmayan şəxs bitərəf deyil, La ilahə illallah. Quran Nisa surəsinin 75-ci ayəsində buyurur: Sənə nə olub ki, Allah yolunda vuruşmursan? Düşmən tapdağında olan məzlum kişiləri, qadınları, uşaqları xilas etmirsən. Yəni qardaşım, müsəlmanlar, hətta Amerikalı tələbələr İsrailə qarşı döyüş bayrağını qaldırırlar. Polis tərəfindən döyülüblər. Biber qazı və elektrik şok ilə vurulublar. Universitetdən xaric olunmaq və xaric edilmək üçün cərgənin sonuna qədər dayanıblar. Bəs sən addım atmaq istəmirsən? İndi Yəmən xalqının etdiyi cəsurluqdan keç. Bir story, bir yol, bir kömək, bir şey et qardaşım. Allahdan xəcalət çək, vallah.